Məni izləyən hər kəsə Allahın salamı olsun. Bu gün mən sizə eksotik tarifi paylaşacağam. Çox gözəl, dadlı, gerçəkdən də, yəni həqiqətən də bu şəkildə edib sonra aşın üzərinə və yaxud makaronun üzərinə və yaxud da yanında kartof qızarda bilərsiniz. Yəni istənilən bir qreçka süzüb qoya bilərsiniz. Bulğur süzüb üzərinə bunu qoya bilərsiniz. Yəni bu şəkildə düzəldin. Daha sonra istənilən yeməyi üzərinə qoya bilib onunla rahat olsun sizə deyə onunla yeyə bilirsiniz. Yəni ət bişirmək biraz vaxt tələb edə bilirsiniz. Bu şəkildə məsələn həftədə bir dəfə edin və daha sonra 3-4 gün onu yeyə bilərsiniz deyə düşünürəm. Əgər siz bu şəkildə eksotik tarifi əldə etmək istəyirsinizsə, o zaman kanalıma abunə olub, bəyənib və bütün bildirişləri açmağınız kifayətdir. Bu mənim üçün çox önəmlidir. Və siz də edin, nuş edin və nuş olsun deyirəm. Buyurun, izləyin. Kanalımı full izləyin. Hər kəsə öz təşəkkürümü bildirirəm. Buyurun, mən necə etmişəm izləyin və sonunda siz də istifadə edin, nuş edin deyirəm. Nuş olsun. Əvvəlki ətlərimizi balaca bu şəkildə doğrayırıq. Baxın, belə bu şəkildə kubik doğrayırıq. Zövqə görə siz istərseniz uzun da doğraya bilərsiniz. Amma belə doğrayan daha gözəl görünüşü və özü də daha gözəl alınır. Bu şəkildə ətlərimizi doğradıqdan sonra burada təmiz belə yuyulmuş bir qazanımız var. Onun içərisinə yağ əlavə edirik. Biraz yağ əlavə edirik və qazın üzərinə qoyuruq. Ətimizi burada belə bir qabımız var. Onun içərisinə əlavə edirik və başlayırıq ki, yumağa. Ətimizi yumuşuq və burada qızarmışıq. Qızarız artıq, bunu bayaq sizə göstərmişəm və qızdırdığım bu şəkildə qazanın içərisində yağ etmişəm və qızdırmışam və bu şəkildə ətlərin içərisinə bir götürüb əlavə edirik ki, bir tərəfli qızarsın deyə. Arkadaşlar, bu şəkildə bir qazanımıza əlavə edirik ətlərimizi və bu şəkildə qazanımıza ətlərimizi əlavə edirik və görürsünüz artıq bu yeməyi sevməyənlər deyə düşünürəm. Bu yeməyi də yemək yəni bunu sevməyə yoxdur. Mən hər kəs sevirəm. Və bu şəkildə ətlərimizi soxalıyıq. Ətimizin əvvəlcə içərisi soxalanı ağzı da hamıqsa, ətimizin içərisi soxalanı daha sonra güzel ətləri də bilərik və yaxud da ağzı açıq halda hər bir ətini soxalayıb ətimizi götürməliyik. Qazımızın altını daha doğrusu altırmışdım və bir tərəfi ətini soxalayıram. Arkadaşlar, baxın, rəngi dəyişilir bu şəkildə. Rəngi dəyişirdikdən sonra digər tərəfini də soxalayıram. Yəni, digər tərəfində rənginin dəyişilməsini gözləyir. Hər iki tərəfin altı bu şəkildə olanda altını qapağını etməyək. Arkadaşlar, baxın, bu şəkildə hər iki tərəfini də köpələmiş olmuş olur. Yəni, rəngi dəyişir. Ətin rəngi dəyişir, arkadaşlar, bu şəkildə. Və ətin rəngi dəyişdikdən sonra və bu şəkildə ətin rəngi dəyişdikdən sonra
Görüyorsunuz bu şekilde rengi değişiyor. Ve görüyorsunuz bu şekilde etimizin rengi değişti. Yani bütün etlerin rengi değişilməlidir. Hamısını bu şekilde etimizin rengini değişirik. Ve altını da birazcık vam oda koyacağıq ki bir azacık çok az miqdarda pişsin. Yani altı vam oda koyuq, hemen başlayıb soğanlarımızı doğramağa, soğanımızı da biberimizi doğramağa. Arkadaşlar bu şekilde etin rengi değişti gördüğünüz kimi. İndi biz çok az miqdarda altını koyacağıq ve ağzını qapağını ötəcək. Tam şəkildə qazanı azaltmışam ve ağzını qapağını örtürəm. Ve qazanımı örtdüm. 2 ədəd qırmızı soğanım var, doğrayıram. 2 ədəd qırmızı soğanımı doğramışam xırda-xırda. Ve burada etim artıq görürsünüz. Tam şəkildə sotelənib. Sotelənmiş ətləri mən yenidən buradakı qabıma yığıram. Hərəlik ama yığıram. Pişməyib bu, bilirsiniz arkadaşlar. Pişməyib ət, amma pişməsə belə mən bunu, yəni sotelənmiş ətlərimi suyu ilə birlikdə təbii ki də bura yığıram. Sotelənmiş ətləri suyu ilə birlikdə bura yığıram, yəni ətlərini bura yığıram, suyunu da başqa bir qaba tökəcəm və burada indi biz yağ soğan qovuruq. Gördüyünüz kimi fərqli bir reseptdir, fərqli bir paylaşımdır arkadaşlar. Amma inanın ki çox ama çox gözəl olur, yəni dadı, özü falan. İndi mən sizə sonuçda təbii ki də sonuç formasını sizlərlə paylaşacağım, göstərəcəm sizlərə. İnanın ki, inanılmaz dadlı, inanılmaz gözəl olur arkadaşlar. Bunu, bu ətləri ət sotu tərif etdikdən sonra aşın üzərinə qoya bilərsiniz. Daha sonra yanında kartof qızardıb, yəni pişirə bilərsiniz. Bilirsiniz, keçmişdə dədə-babalarda əti pişirirdik, ya qovurduq, daha sonra isə saxlayıb hissə-hissə istifadə edirdik. İndi mən sizə fikir olsun deyə bunu paylaşacağım. Fikir, yəni olsun deyə əti bu şəkildə gördüyünüz kimi bir qaba yığdım. Bunu saxlayıb qıraqda və ətin burada suyu var. Bunu da bu əlavə edəcək. Bunu da əlavə edəcək arkadaşlar. Bu da ətimizin suyuydu. İndi qazanımız yumruq ehtiyacı yoxdur. Çünki ət yəni pişirmişik. Bunun içərisinə indi yağ əlavə edirik. Qazanımıza yağ əlavə edirik yenidən. Çünki yağ soğan yəni qovuracaq. Yağ əlavə edirik. Yağı əlavə etdikdən sonra yağ biraz qızır və daha sonra isə soğanı əlavə edirik. Soğanı artıq mən sizə göstərmişdim. Yanımıza soğandır, bu şəkildə doğrayırıq və qazanımıza əlavə edirik. Çox gözəl alınır. İnanılmaz gözəl alınır. Bu arada mən sizə çörək reseptini də paylaşacağım. Tekrarlı çörək reseptini paylaşacağım. Onda yəqin ki, digər videomda sizlərlə paylaşacağım. Təbii ki də Allah qismət edərsə digər videomda sizlərlə paylaşacağım. Bu şəkildə arkadaşlar görürsünüz. Artıq soğanlarımı atdım, altına atırdım və qızarmaq atırdım. Bu arada burada deməli 3 ədəd bibərim var və biberlərimi belə balaca doğrayacağım. Biberimi bu şəkildə doğramışam. Siz zövqə görə bu acı biberdir, zövqə görə şirin biber, bir də pomidor doğraya bilərsiniz. Yağ soğan altını açıb
arkadaşlar ve biraz karıştı. Bu şekilde yapılanlar oldukça üzerine artık biberimizi əlavə edirik. Acı biberimizi yani. Siz sözünüze göre pomidor veya biber əlavə edə bilərsiniz. Məndə yox idi evdə. Pomidorum var daha doğrusu ama yani bütün pomidor değil arkadaşlar. Yani pişirdiğim pomidor əlavə etmədiyimiz var. Ve bu şekilde yine biraz daha biberlerin de qovulmasını gözləyir. Ağzını yaxasını yine örtür. Biraz da biberlerimiz qovulmalıdır. Biberlerimiz de qovulsun. Burada tomatım var arkadaşlar. Kendinizin düzelttiği pomidor yani. Bundan 2 yemək qaşığı, 2 xörək qaşığı bura tomat əlavə edirik. 2 yemək qaşığı, yəni kifayətdir. Belə deyək. Bu qədər əlavə etdik. Daha sonra biz bunu indi yaxşıcana ətimizin suyu idi bu, qara bilirsiniz. Və biz bunu yaxşıcana burada ətimizin suyu ilə birlikdə yaxşıcana qarışdıracağıq. Ətimizin suyu ilə yaxşı qarışdırırıq. Bu arada mən sizin nəzərinizə çatdırım ki, bu biraz qatı oldu. Yaxşıdır. Bu şəkildə olanda arkadaşlar biraz daha qarışdırırıq. Bu şəkildə olanda artıq bunu qazanımız ətimizin üzərinə daha sonra əlavə edəcək. Sadəcə hazır olsun deyə mən bunu etdim. Qazanımızın altını yenidən açıq biberlərimizin vəziyyətini gəlir. Artıq biberlərimiz də biraz artıq demək olar ki qovulur və biz burada hazırladığımız bu şəkildə ətimizi də gördüyünüz kimi qazanımıza əlavə ediyoruz. Qazanımıza bu şəkildə əlavə ediyoruz və daha sonra bunu hamısını qabıyedini olsun deyə arkadaşlar qarışdıracağız və şəkildə qarışdırırıq. Qarışdırdıktan sonra biz gözə görə içərisində tuz, isot əlavə edirik. Siz hansını isterseniz onu da əlavə edə bilərsiniz yani. Siz hansını istiyorsunuzsa o kadar da yani siz əlavə edin. Yəni ətin tuzu nə qədər əlavə edilməsi ətin miqdarından asılıdır. Və istiot mən az əlavə edin. Çünki axı bunun içərisində də istiotlar idi arkadaşlar. Mən istiyim qədər əlavə etmədiyim üçün içərisində istotu çox az miqdar əlavə edirəm. Çünki mən istot tutacaq içərisində. O yüzden çok da əlavə etməyəcəm. Bu şəkildə biraz daha qarışdırıyorum diye ve yine bir yapılan etimizi burada yeniden başlıyoruz qovulmadan. Etimizi bir de yapılan yeniden qovulur, ağzını qapağını örtür ve bu bizim keşotumuzdur. Ben keşotun faydalar hakkında sizlerle paylaşacağım. Daha sonraki videomda ve keşotun küvəyində var zaten göreceksiniz. Keşotudan deməli arkadaşlar götür keşotunu ve elimizle böyle ovxalayırıq ve bunun içerisine əlavə edirik. Çubuk hissələrini yox,
çox saraya lazım deyil. Yəni belə bu hissələr biz əlavə edirik. Yəni sozumuzun içərisinə deyərdim. Keçotu da əlavə etdim. Keçotun əti bu da gözəldir ki, arkadaşlar. Yəni bu da heyvan etdir. Yəni onun əti. Belə deyərdim. Arkadaşlar gördüyünüz kimi bu şəkildə qarışdıq və indi ətimizin üzərinə əlavə edək. Altını bankoda qoyub bişirəcək. Bunu da aparaq özümüzlə birlikdə gözəl görüntüsündə görünsünüz və qazanımızın ağzını mən artıq açdım və burada detallar hamısını sizlərlə paylaşıram ki, məqsədim də ondadır ki, paylaşmaqda məqsədim siz artıq bunu pişirəndə, yəni kimki bilmirsə, təbii ki, daha sonra əziyyət etməsin. Miqdarını zövqə görə kəndiniz ayarlaya bilərsiniz. Miqdarını mən bilmirəm, mən də belə. Siz zövqə görə kəndiniz ayarlaya bilərsiniz. Arkadaşlar, bu şəkildə oldu. Dəvədə kızardı gördüyünüz kimi. Şimdi hələ də qabın avucu, qabın da qəzəndə taxdım və mən bu sosyanı da gözəl bir şəkildə bunun üzərinə əlavə edim. Bu şəkildə gözəl bir şəkildə əlavə etdim üzərinə və yaxşıcana bunu qarışdırıram. Bu şəkildə qalacaq ətlərim və altını bankoda qoyacaq. Artıq davam otla ətlərim burada yəni sofraya geçdim. Və bu şəkildə qazanımızın ağzını örtük və gözləyik pişsin. Artıq ət sotemiz hazırdır. Ət sote tarifi və əgər siz bu şəkildə ət sote tarifi əldə etmək istəyirsinizsə, o zaman kanalıma abunə olub bəyənib və zil tonunu açmağınız kifayətdir. Bu mənim üçün çox önəmlidir. Siz də edin, nuş edin və nuş olsun deyən nuş.